əgər atəşkəs, sonra da sülh müqaviləsi əldə olunsa, Rusiya sanksiyalardan da çıxa bilmir. Ən azı Avropa sanksiyalarının böyük əksəriyyəti qalacaq. Artıq Avropa İttifaqı deyir ki, o Rusiyanın əlimizdə olan dondurulmuş vəsaitlərini biz həm də Ukrayna savaşının başlamayacağına zəmanət kimi istifadə edəcəyik. Nə deməkdir bu? O bilirsiniz 300 milyarda qədər puldan söhbət gedir. Rusiya Mərkəzi Bankının aktivləridir. Onu Avropa böyük yediriş dondurublar. İndi onun hesabına 50 milyard kredit verirlər Ukraynaya, onu faizi ilə ödəyəcəklər. Amma bütövlükdə pulu hələ də müsadirə etməyiblər. Amma indi deyirlər ki, növbəti sülh sazişi imzalansa Rusiya və Ukrayna arasında ona əsasən iki təminat nəzərdə tutur Avropa. Biri Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsidir. İkincisi həmin o Rusiya aktivlərinin müsadirə edilməsidir. Yəni Avropa açıq deyir ki, əgər deməli bu aktivlərin donu açılmayacaq, onlar Rusiyaya qaytarılmayacaq, əksinə onlar zəmanət kimi istifadə olunacaq, dəyənək kimi. Əgər Rusiya birdən yenidən sülhü pozsa, dərhal həmin o pulları biz müsadirə edib verəcəyik Ukraynaya. Növbəti məsələ. Bu savaşı nəyə görə başlamışdır Rusiya? Ukraynanı qərb orbitindən xilas eləməkdən ötürü. Açıqlamaları nə idi o zaman? NATO'nun üzvü ola bilməz. Ukrayna ona görə ki, Xarkovdan Moskvaya qədər bu qədər yaxındır. Bütün Rusiyanın Avropa hissəsi Ukraynanın şərqindən bu qədər yaxın məsafədədir. Bəs oradan raketlər 3 dəqiqə, 5 dəqiqə Moskvaya çatar. Belə izah edirdilər də. İndi nə nəticə baş verir? Günü bu gün Trump'ın təklif elədiyi sülh layihəsi qəbul olunsa, nəticə etibarilə bu ona gəlib çıxardacaq ki, Rusiyanın sərhədlərinin 30-50 kilometrliyində Suma kimi, Xarkov kimi, Zaporojye kimi şəhərlərdə, Xersonda və digər deməli Slavyanskda, bütün o şərqi Ukraynada cəbhə xəttində təsəvvür edin, Böyük Britaniyanın, Fransanın, Almaniyanın, Türkiyənin orduları dayanır. Bunun nəyi qələb oldu ki? Amma başqa problemlər də var Rusiya üçün. Rusiya bu savaşı başlayanda geopolitik düzəni dəyişəcəyini deyirdi. Və çox qütblük peşindəydi ki, başqa bir qütb yaradırıq qərbə qarşı. Kollektiv qərbin deməli geopolitik nəzarəti itirilir, monopoliyası və BRICS-in simasında əvvəl istəyirdilər, nə bilim, Şanxay əməkdaşlıq təşkilatı müxtəlif formatlardan istifadə edib Rusiya anti-qərb bloku yaradırdı. Yadınızdadır? Həmin anti-qərb bloku darmadağın oldu. Deməli, indi Trump'ın bu sülh təşəbbüsünə Rusiyanın belə qaçaraq yaxınlaşması ona gətirib çıxardı ki, Çinlə Rusiyanın arasında ciddi bir etimadsızlıq yaranır. Yəqin ki, bizim hörmətli izləyicilərimiz izləyirlər, onlara məlumat verilib Çinin son açıqlamalarından. Baxın, Çin birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyündən danışır. Ən axırıncı Çinin səlahiyyətlisinin açıqlaması bu barədədir ki, heç bir halda Rusiya-Ukrayna savaşı yalnız ABŞ-la Rusiyanın arasında danışıq nəticəsində həll ola bilməz. Yəni bütövlükdə Avropa İttifaqına və Ukraynaya dəstək verməyə başlayıb Çin. Yəni bəs bu qərbə qarşı İttifaqı Rusiya kimdən quracaqdı? Çinlə. Çin artıq hal-hazırda Ukraynanın ərazi bütövlüyüdür. Yeri gəlmişkən, məsələn, Avropa ehtiyatlı ritorika seçir. İndi Ukraynanın suverenliyindən danışırlar daha çox, ədalətli sülhdən danışırlar. Amma iki ölkə axır vaxtlarda da ərazi bütövlüyü deməkdə davam edir. Biri Türkiyədir, biri Çindir. Çox paradoksa baxın da, dünənki Rusiyanın ən çox güvəndiyi ölkə indi Ukraynanın məhz ərazi bütövlüyündən danışır. Daha suverenliyindən yox, ərazi bütövlüyündən danışır. Deməli, Rusiya-Çin ittifaqı çökürmü? Çökür. Bəs İran görür ki, bir tərəfdən deməli, Amerika o ağır bombaları verir İsrailə. İsrail ciddi şəkildə böyük bir hərbi əməliyyat hazırlayır İrana qarşı. Amerikan prezidenti elan edir ki, mən danışıqlar yolu tutmaq istəyirəm, İranla danışıqlarla danışmaq istəyirəm, amma B planı hazırdır. Deməli, İranın ağır bombardmana, o cümlədən nüvə obyektlərinin vurulması zaman məsələsinə çevrilir. Və bu vəziyyətdən deməli, Rusiyanın üzünə qapı açılıb deyə Rusiya qaçaraq o qapıdan keçir, heç nə İranı yadına salır, nə Çini yadına salır. Bu ittifaq dağıldı mı? Dağıldı. Rusiya faktiki özünün bu qərbə qarşı güya topladığı birlikdən müttəfiqlərini itirir. İndi kimdir indi Rusiyaya inanıb qərbə qarşı mövqe qoysun? Bir halda ki, Trump'ın bir açıqlaması kifayət elədi ki,
Rusiyanın bütün bu anti-Amerika ritorikası bitsin. Deməli, Amerika tərəfindən xoş bir jestin edilməsi bəhs elədi ki, Rusiya qaçaraq artıq Amerikanın təbliğatçısına çevrilsin. İndi kim Rusiyanın ətrafında birləşib anti-qərb koalisiyası yaradacaq? Yəni, Rusiyanın o koalisiya yaratmaq imkanları da bitdi. Bu da Rusiyanın əlavə negatividir. Həmin bu aparılan siyasətin nəticəsində. Yəni, hal-hazırda əlbəttə ki, Trump'ın Ukraynaya yardımları dayandırması Ukrayna sevərlərin hamısını məyus edib. Bizim xalqımızda Ukrayna sevir əksəriyyət. Mən bundan fəxr edirəm. Çünki bu Azərbaycan xalqının ədalətdən yana olmasının göstəricisidir. Rusiyanın imperiya siyasətinə qarşı olmasının göstəricisidir və demokratiyadan yana olmasının göstəricisidir. Mən əminəm ki, əgər Ukrayna demokratik olmasaydı, indiki qədər sevilməzdi Azərbaycanda. Əgər Ukraynada, məsələn, Rusiyadakı kimi bir avtoritar rejim olsaydı, yəqin ki, 2-ci Qarabağ savaşındakı bizə mənəvi dəstəyinə görə, haqsızlığa uğradığına görə yenə də Azərbaycanlılar Ukraynaya dəstək verərdilər, amma indiki qədər sevməzdilər. İndiki qədər Ukraynanın sevilməsi həm də azadlığa olan dəstəkdir, demokratiya olan dəstəkdir. Ona görə də biz çox həssas yanaşırıq ki, Ukraynanın az qala ovcunun içində olan qələbə əlindən çıxır. Amma Rusiya üçün də yaxşı heç nə vəd olunmur. Bu yaranmış vəziyyət Rusiyaya heç bir yaxşı şey vəd eləmir. Rusiya günü bugün savaşdan çıxsa, bu günü bugün qapısının ağzında, Ukraynanın şərqində Avropa qoşunlarını əldə edir. Böyük 35 milyonlu Ukrayna xalqını düşmən kimi qazanır bir dəfəlik. Baltik dənizini tam olaraq itirir. İsveçin, Finlandiyanın NATO'ya qoşulması ilə Baltik dənizi, Pyotrdan üzü bəri nə qədər əziyyət çəkib ruslar. 100 minlərlə itki veriblər Baltik dənizini, deməli, orada şərik ola bilməkdən ötürü. İndi Baltik dənizi olur, NATO'nun daxili gölü. Onu itirir orada. Özünün ətrafındakı ittifaqını itirir orada, iqtisadiyyatını itirir orada, insan resurslarını əhəmiyyətli şəkildə itirir və bütün Sovetdən qalma, onu belə dingildədən o silah ambarlarını itirir və əvəzində nə qazanır? Amerika ona nə verəcək? Heç nə də verməyəcək. Amerikanın Avropa İttifaqı ilə strateji sazişi yenə də qalacaq. Yenə də o demokratik dünya birlikdə olacaq. Baxın, indi artıq hətta Trump özü və onun komandası respublikaçıların çox önəmli senatorlarından Graham onu Rusiyanı hədələdi. Ən son məlumatlar nədir? Həmin Graham respublikaçıların ən önəmli senatorlarından biri dedi ki, Rusiya özünü yığışdırsın. Əgər o Trump'ın təklif elədiyi sülh sazişini imzalamaqdan imtina eləsə, savaşı dayandırmasa, onsuz da zəif olan iqtisadiyyatını ağır sanksiyalarla bitirərik. Elə həmin gün, bir gün bundan qabaq ABŞ-ın Maliyyə Naziri nə dedi? Dedi, ona görə indiyə qədər sülh masasında Rusiya oturmayıb ki, Biden hökumətinin ona tətbiq elədiyi sanksiyalar o qədər də təsirli olmayıb. Biz bilirik ona necə ağır sanksiyalar qoymaq lazımdır, onun neft sektoruna, bütün deməli energetika sektoruna. Baxın, bu Maliyyə Nazirinin ultimatumu. Və nəhayət, Trump'ın özünü dinləyin. Trump'ın son açıqlaması nədir? Dedi ki, Ukraynanın başqa variantı yoxdur, masaya oturacaq. Sonra da dedi ki, heç Rusiyanın da başqa variantı yoxdur, o da masaya oturacaq. Və məndən soruşmayın ki, niyə onun başqa variantı yoxdur, onu deməyəcəm. Amma onu mən bilirəm ki, Rusiyanın başqa variantı yoxdur. Yəni, Rusiyaya açıq şəkildə deyilir ki, əks təqdirdə Rusiyaya təklif olunan indiki sülh sazişi qəbul edilməsə, Rusiyanın daha hansı sanksiyalar gözləyə bilər? Rusiyanın isə vəziyyəti pisləşir. Baxın, Bidenin sonu get-getdə qəbul elədiyi Rusiyanın kölgə flotuna, o tankerlər ki satırlar, qadağan olunmuş nefti yüksək qiymətə, ona tətbiq olunmuş həmin o sanksiyaların nəticəsində fevral ayında Rusiyanın neft gəlirləri 18% düşdü aşağı. Deməli, Rusiya neftini indi o böyük yedilərin qoyduğu o taban qiymət ki vardı, $60 bir barelə. Ondan da aşağı satır, 58'e satır artıq Rusiya, məcburdur. Onun o kölgə tanker komandasına böyük sanksiyalar tətbiq edilib. Yəni, Rusiyanın büdcə gəlirləri azalır, iqtisadiyyatı zəifləyir, iqtisadiyyat bütövlükdə düşür aşağı və dostlarının, müttəfiqlərini itirir. Ona görə də Rusiyanın güya bu prosesdən, yəni bu Trump'ın təklifləri onu güya qalib eləyəcək kimi bir şey yox.